körpəydi. Dilin sözü var idi, söz qalmışdılar xeymədə. Əliyəsvər söz qalmışdı, xeymədən ağlamaq səsi gələndə. 6 aylıq idi, danışa bilmirdi. Xeymədən ağlamaq səsi gələndə qaçırdılar birinci Əliyəsvərə, su atarırlar. Sual verirlər Hüseynə, dedirlər, ya Əbu Abdullah, nə bilirsən su istəyir? Dedi, dili yoxdur, süzləyəndə bir şey ağlayar. Körpəydi. Nə yaşı var idi? Atasının kəsilən başını gətirib qabağına qoydular. Atasının gözünün qabağında 6 aylıq südəmər balasını atasının ovucunun içində oxladılar. Gör İmam Hüseyin nələrə dözdü, biz o müsibətləri eşitmişik, hələ ağlayırıq. Təsəvvür elə, İmam Hüseyin əleyhissalam xanımca o müsibəti özləri yaşayıblar, gör özləri nələr çəkirlər. Qəlbində aşıq olanlar bilir ki, İmam Hüseyin əleyhissalam şücaətli imam oldu ki, böyle müsibətə dözdü. İmam Hüseyin əleyhissalam səbirli, qüdrətli imam oldu ki, körpə balalarını oxladılar, vurdular, yandırdılar, dözdü. Qardaşını öldürdülər, dözdü. Əvvəl-fəli tikə-tikə elədilər Tansura gecəsi. Aşura gecəsi İmam Hüseyini tikə-tikə elədilər. Ondan sonra nə halları yaşadılar.